Başka mesela ne sual var idi kardeşim? Mən İstanbuldayken indi İstanbulda sizde kaldığınız için onun eyni zamanda insana ne kadar huzur verip eyni huzuru yeniden senden aldığı dönemler de var. Çok paradoksal bir şehirdi yani. Orada bunaldığımda Yeni Kapı'daki metro stansiyasına inip, ora bütün metroların qovşaq yeridir. Ora gedər bir saat sadece meydan kimi, yani içeride meydan kimi bir yerde durardım ki çaşbaş olan əhaliden kimse varsa hara gedəcəyini bilmir ama bir yardım şeyi aktarır ve ona bir el uzadasan, o denizde boğulan gelsin sənə sarılsın. Böyük bir şey değil ama o insandaki gözlerindeki çaresizliğin, senin onunla kurduğun göz teması onu sənə yaxınlaştırır ve sənə sarılır ve sual verir, cevabını verirsen, yönlendirirsen o kadar büyük şekilde teşekkürler eləyir, o kadar mutluluk hissi geçirir ki, yani o an orada yaşadığın həzzin yer üstüne çıkıp nelerse yaşasan hiç ödemir yani. Ne vaxt bunu alsam bunu hayata keçirirdim. Özümə yani mən görürdüm ki bu mənə ləzzət edir. Bu mənə huzur verir, mənəviyyatımı da yüksəldir. O zaman her zaman atam, babam, nənəm, onların gösterdiği yaxşılıqlar, insani keyfiyyətlər, həmişə o məsumluqlar ağlıma gəlirdi ki, nə yaxşı ki onlara bənzəmə çabam var. Yani onların ruhlarını burada yaşadıram ve İstanbul'da başka pisliklere yönelmeye, yani dindar birisi değildim ki diyeyim ki ha yok günahdır, cehennemde yanarsan bu da elədir. Bu hesap kitabı aparmadan. Yani insan mütləq her insanın içerisinde hizmet eləməsi gereken bir huzur kaynağı var. Ve Emin müəllimdə ki bu huzur kaynağını bize söylemesi de çok önemli. Ve biz herkes özü bunu necə tapmalıdır yəqin eyni zamanda göstərir ki bunu siz özünüz öyrənməlisiniz. Özünüz bilməlisiniz ki sizin tam olarak huzur qaynağınız nədir. Çox böyük şeylərdə axtarırsınız. Ona göre tapa bilmirsiniz. Yenə bayaq o əsərdə dediyiniz kimi. Yani normal pəncərədən çölə baxıb axtarırsınız. İçinizə dönərkən içinizdəki pəncərədən baxmış olsaz əslində huzurlu olmaq o kadar da çətin bir şey değil. Hayatı çok çətinləşdirdi, eləmi Emin müəllim? Çox mu problemli yaşayırıq? Onun için mi işin içerisinden çıxa bilmir? Onun için mi hayat bizi boğur, məhv eləyir? Niye öyle düşünürsünüz ki? Necə düşünək ki hayatın bu agresivliğini görmezden gəlir? Veyahut da ki gerçekten agresif. Böyük şeylere o insanlar nail olur ki. O insanlar en küçük bir şeyle xoşbəxt olabilirler. Buna ürək lazımdır. Eğer sen adi bir küçük bir şeyin olduğuna sevinebilirsense böyük şeyler de sənin olacak. Yok, hayatta en uğursuz insanlar naşükür insanlardır. Naşükürlük veya da şükür eden olmak hiç de dini anlam değil. Adam var çok aslında bir çobud adamdır vesaire ama hayatta sahip olduğu her şeyin sevincini yaşayır. Küçük olsa da böyle olsa o sevinci yaşayabilirse onun şükürü vardır. Düşünürsən, şükür təkcə elhamdülillah şükür demek değil. Ben o kadar səhərdən akşama ki 800 dəfə elhamdülillah deyən adamlar tanıyıram. Ama onların şükürü qəbul değil. Niye? Bilirsən? O şükür dildədir. Şükür əməldə olur, dildə olur. Sen 500 dəfə də elhamdülillah şükür desən, xeyri yoxdur, qəbul değil. O burada yox, əməldə olmalıdır. Eğer senin bugün 3 manatın var ama 10 manat istəyirdin, o 3 manata sevinebilirsənsə, elhamdülillah deməsən də şükür qəbuldadır. Başa düşürsən? Şükür əməllə olur. O daxili rahatlıq deməkdir. Adam var səhərin axşama kimi 800 dəfə namaz qılır. Şükürü dilində və s. O yana keçir deyinir, pul yoxdur, bu yana keçir. O adam dinlə ne kadar namaz bilse de o artık
dinsiz insandır, başa düşürsən. Din kitabda yazılan kimi yaşamaq deyil, tez danışmaq deyil. Din onu qəlbən yaşamaqdır, yəni başa düşürsünüz, yəni nə qədər insan görmüşəm, oradan deyir, elhamdülillah, şükür, sırf yandan deyil. Arkadaş, bayaq deyirdin, şükür nə oldu? Şükür o demək ki, başına nə gəlir gəlsin, sən hər şeyin labid olduğunu qəbul etməlisin. Başına bir dənə yerdən daş düşdüsə, demək elə də olmalıydı. Demək ki, nəyisə düz etməmsən, olub qəbul etməlisən, sağ ol deməlisən, ağıllandırdın deməlisən. Qədərcilik mi olması lazımdır yəni insanda? Qədərə təslimiyyət mi olması lazım? Qədərə təslimiyyət mi olması? Qədərə təslimiyyət deyil. Bu özünün cızdığın qədərdir əslində. Öz daxili gözəlliklərindən özünə gözəl qapılar açmaq deməkdir. Niyə? Hardadır qədər burada? Bu qədərlə razılaşmaq deyil, fatalizmin əleyhinəyəm mən. Bu fatalizm deyil. Yəni, bilirsən, biraz hərdən ziddiyyətli səslənə bilər bu məsələlər, amma bunlar çox, həyatda çox işləyən məsələlərdir bunlar. Yəni, mütləq ki, biz böyük bir efirin içində yaşayırıq. Bizim hər addımımızın exosu var. Hər şey. Yəni, ona görə mənim dini baxışım dəyişib. Tanrı heç vaxt düşünüb, daşınıb, qərar verən, dəyər verən bir varlıq deyil. Onun əli, ayağı, qolu, beyni, gözü, qaşı yoxdur. Elə Tanrı mövcud ola bilməz. O, eyni zamanda ümum bəşər cəm bir anlayışdır, tam bir vəhdətdir. O, biz var ikən hamımız bir yerdə varıq, yəni. Başqa bir şeydir, tamamilə. Ona görə mən insanların yaratdığı Tanrıya inanmam. Yəni, hal-hazırdakı mövcud tanrıları hamısı insanların yaratdığı tanrılardır. Belə deyirsən. İnsanların yaratdıqları da var. İnsanların yaratmadığı bir dənə də var da, yəni. Yəni, o heç də canlı bir varlıq deyil, ola bilməz. Mənim, məsələn, həmin o romanımda bir dənə yer var, orada deyir ki, Tanrı dünyanı səsdən yaratdı. Onu 5-ci hissədədir, 5-ci gündədir. Deyir, Tanrı dünyanı səsdən yaratdı. Ton, tezlik və bu həqiqət, burada həqiqət var. Niyə? Çünki bütün kainat bir rəqsi hərəkətdə, bir tezlikdədir. Başa düşürsən, yəni orada indi oxuyanda görərsiniz də, orada çox məsələlər toxunmuşam, indi uzun uzadı danışmaq istəmirəm. Amma yəni deyirəm, Tanrı bəndən azad deyil. Yəni Rauf yaxşı oğlandır. 5 bu günləri bir dənə gedəcək cənnətə, elə Tanrı mövcud deyil. Kim istəyirsə eləyərəm, elə Tanrı mövcud deyil. Bəs yəni hal-hazırdakı Tanrı inancını insan buraxıb sizin dediyiniz anlamdakı o Tanrı inancına sarıldığında o Tanrı ona nə kimi güclü xüsusiyyətlər qazanır? Yarısı elə düşünür. Yer kürəsinin yarısı elə düşünür. Yarısı. İnsan çünki bu hal-hazırdakı bu inancını tərk etdiyində, yəni sarıla biləcəyi daha böyük inanc ya tapa bilməyəcək, ya onu daha aciz buraxacaq. Çünki sizin dediyiniz mənadakı Tanrının daha çox suallara ehtiyacı var. O sualları hər kəs cavablandıra bilmədiyi üçün, daha doğrusu tapa bilmədiyi üçün mövcud Tanrı inancında qalmağı seçir. Çünki o əmniyyətlidir. Orada tapa bilirlər. Əmniyyətlidir. Ən azından onun bir cənnəti var, bir cəhənnəmi var. Ən azından ölümdən sonraki həyatın müəyyən senaryosu var. Arxeyin buraxır ki, artıq bir sujet xətti var. Başlanğıc və son əmniyyətlidir. Amma Emin müəllimin dediyi Tanrı inancında çox suallar var və sualları cavablandırmaq nətər məsləhət? mı? Bu arada debat deyil, sual verir mi? Bilirəm, yəni nətər məsləhət deyin, nə yəni inanırlar, özləri bilərlər. Amma mən
mən ikincisində həmişə cavab görmüşəm, birincisində cavab görənməmişəm. Mən həmişə cavabı almışam, ikincisi mən deyəndən. O birisindən heç vaxt geri dönüş almamışam. Tamam, Gülay xanım sizin sualınızı verəcəm. Bəs deyir, ədalət necə bərqərar olur o zaman? Dediyiniz kimidirsə deyir Gülay xanım. Dünyada ədalət deyilən bir şey yoxdur. Dünyada tərəzi var. Tərəzi ilə ədalətin fərqi nədir? Ədalət bir düşünülmüş bir sistemdir. Yəni düz, yaxşı, belə deyək də, yəni bir dəyərlər sistemidir. Orada bir bərabərliyin özü də bir ədalətdir. Amma bir də var ki, bax, sən çox yaxşı insan ola bilərsən. Səhərdən axşama kimi hamıya kömək edirsən. Amma düşüncələrində, kosmogen düşüncələrində, bütün Tanrı ilə vəhdətdə düzgün addım atmasan, duyğularında belə kontrolda olmasan, sənin başına it oyunu gələcək. O deməkdir ki, sən pis oğlan idin, başına bunlar gəldi. Bəs ədalət hardır? Bəs Tanrının ədaləti elə bir ədalət mövcud deyil. Deyirlər, o pis adamın başına mütləq bir pis şey gələcək. Yoxdur elə bir şey. Pis adamın başına o vaxt pis şey gəlir ki, o özünə etiraf edir ki, bu pis şeydir. Etiraf eləməsə, desə yaxşı eləmişəm, heç sana başına gələn deyil. Şükürsən, dünya güzgüdür. Özün nə his keçirdirsənsə, onda yaşayırsan. Yəni, sən, mən səhərin axşama kimi yaxşılıqlar edirəm, mənə yaxşı şeylər gələcək, başıma elə bir şey yoxdur. Elə bir ədalət sistemi mövcud deyil. Elə olsaydı, dünyada bu ədalətsizlik var, düzələrdi. Bunun indi bir qurtarıcılıq tərəfi də var da, yəni ki, məsəl üçün dində qurtarıcılıq tərəfi odur ki, bu işin içərisindən çıxa bilməyəndə imtahan boyutu açılır. Ki, yəni ki, bu sualı cavablandıra bilmədiyimizdə, yəni bu bir imtahandır deyib, o şəkildə qədəri qəbul edib, ondan əslində bir növ meditasiya kimidir bu. Çünki hər bir problem çıxdığında ona bir cavab tapmağın lazımdır. Yoxsa, məsələn, bu cür yaşam şəkli insanı daha çox dəli eləyir. Bu sualların bir cavabı olmalıdır. İstər uydurma, istər gerçək. Yəni beyin buna bir şey uydurmalıdır. Buna cavab verməlidir ki, o insan günlük normal həyatına davam edə bilsin. Ya da ki, bir psixoloqa gedəcək. Və yaxud da ki, sizin kimi özünə real cavablar tapıb onunla tətmin ola biləcək. Bunu hər kəs də başara bilmədiyi üçün, yəni bu dediyiniz anlamdakı insan cəmiyyətini qurmaq çox çətindir. İnsanların bu şeyə formalaşması çox çətindir. Bizim cəmiyyətlə digər bir sıra qərb ölkələrinin cəmiyyətlərində nə fərq var ki? Səbəb nədədir? Əgər varsa o fərqlər, o fərqləri yaradan səbəblər nədir? Bax, mən çox intervyularımda bunu danışmışam. İspaniyadayam 2011-ci il. Dostumla oturmuşuq kafedə, çay içirik, açıq havada. 2 dənə İspan gəncin 15-16 yaşlarında mübahisədə düşmüşdü. O biri İspan bu birisinə söyür, gəncdirlər də 15-16 yaşlarında. Qayıdır o birisi ona deyir ki, utanmırsan, buna feildir, mənə qarşı istifadə edirsən. Sən bizim cəmiyyətdə bu cür mübahisədə 2 gəncin bir-birinə bu cür diyaloqunu eşidə biləcəksənmi nə vaxtsa? Bir çox insanlar üçün bu bəsit bir məsələdir. Amma mən bunun dərinliyini düşünəndə başım qaçır el dilində desək. Niyə? Bizdə feili sifətdən ayıran deputat olur, alim olur. Amma onlarda o məişət söhbəti. Bu deyib bax. Budur fərqi, başa düşürsən. Sən bir Azərbaycan motoristi tanıyırsan ki, axşam evə gəlib əlinin yağını siləndən, yuyandan sonra oturub dünyada daxili yanma mühərrikin tarixini öyrənsin.
həyatda. Ay kişi, necə başa salmaya deyir? O şey Yaşar Nuri demiş rəhmətli. Neyse, içim özüm yandır, bayram özgəsini. Yəni, Biraz Elə biz də şeylər yanıq var. değil mi? onları danışmaq olmaz, qardaş.